Son zamanlar məktəblərdə gigiyena qaydalarının riayət edilməsi şagirdlərin təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir. Jurnalist olaraq bu məsələlərin üzərinə düşmək və cəmiyyətə məlumat vermək bizim vəzifəmizdir. Ötən gün Ağcabədi rayonunda yerləşən 3 saylı tam orta liseydə keçirdiyimiz monitorinq zamanı məktəb direktoru Mətanət Quliyeva, direktor müavini Həsənova Saragül və digər müəllimlərin bizə göstərdiyi isti qarşılama çox ürək açan oldu. Bu cür müsbət atmosfer məktəb icmasının bir-birini dəstəkləyən və güclü bir uyğunluq içində işlədiyini nümayiş etdirdi. Görüş zamanı məktəbin sertifikasiyadan yüksək bal toplayan müvəffəqiyyətli müəllimləri ilə tanış olmaq imkanımız oldu. Bu müəllimələr yalnız akademik nailiyyətləri ilə deyil, eyni zamanda şagirdlərə olan yanaşmaları, motivasiyaları və təhsil sahəsindəki fədakarlıqları ilə də diqqəti cəlb edirlər. Bu müəllimlər hər biri öz sahəsindəki bilikləri və iradələri ilə şagirdlərin inkişafına müstəsna şəkildə töhfə verirlər. Onlar zəhmətləri ilə yalnız akademik müvəffəqiyyətlər əldə etməklə kifayətlənmir. Eyni zamanda gənc nəsil üçün doğru qəhrəmanlar, ilham mənbələri olurlar. Məktəb 3 saylı tam orta lisey əldə olunan uğurlarla qalmaqda davam edir. Bu cür komandalarla təhsilin keyfiyyətini artırmaq və gələcək nəsillərin inkişafını təmin etmək mümkündür. Belə ilk həftə içində gördüklərimiz təhsil sahəsindəki inkişafın vacibliyini və müəllimlərin rolunun mükəmməl olduğunu bir daha təsdiq edir. 3 saylı tam orta lisey məktəbi müstəqil gənclərin yetişməsi və cəmiyyətə faydalı fərdlər olaraq böyüməsi üçün əhəmiyyətli bir mərkəzdir. Nəticə etibarilə Ağcabədi rayon 3 saylı tam orta liseyin uğurlu fəaliyyət modeli digər məktəblərdə də örnək ola biləcək bir nümunədir. Şagirdlərin təhlükəsizliyinin, sağlamlığının və təhsilin prioritet olduğu bir məktəb mühiti cəmiyyətin gələcəyini təmin etmək üçün əsasdır. Bu istiqamətdəki müsbət irəliləyişlər cənab prezidentimizin çağırışlarına uyğun olaraq ölkə miqyasında təhsilin inkişafına töhfə verməkdə davam edəcəkdir. Səsləndirmə və reportajda Aygün Qərib qızı, Kanal 8 Xəbər, Ağcabədi.